Cümlənin ikinci dərəcəli üzvləri zərflik. Zərflik nəyə deyilir? Zərflik hərəkətin icrasını və əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Yəni, hərəkətə aid olub, onun həm tərzini, həm zamanını, həm miqdarını, həm səbəbini, məqsədini və yerini bildirir. Zərfliyin tərifini ümumiləşdirək. Deməli, zərflik hərəkətin icrasının və əlamətin meydana çıxmasının müxtəlif cəhətdən izah edir. Müəyyənləşdirir də deyə bilərik, təyin edir də deyə bilərik və yaxud hərəkəti izah edir də deyə bilərik. Çünki sırf hərəkətlə bağlı olduğuna görə bir neçə sözlə ifadə edə bilərik. Zərfliyin şərti işarəsi, yəni sintaktik təhlil zamanı zərfliyə aid olan şərti işarə hansıdır? Bir dalğalı, bir düz xətt çəkilir sintaktik təhlildə. Əsas ifadə vasitəsi zərf və feili bağlamadır. Amma buna baxmayaraq, bir neçə nitq hissəsi ilə, ismi birləşmələrlə, qoşmalı sözlərlə də ifadə oluna bilər. Həm isimlə, həm zərflə, həm əvəzliklə, həm qoşmalı sözlərlə, həm ismi birləşmələrlə, həm feili birləşmələrlə. Zərfliyin quruluşu. Ümumiyyətlə, cümlə üzvlərinin quruluşu haqqında biz demişdik ki, cümlə üzvləri quruluşuna görə iki cür olur. Yəni, sadə və mürəkkəb. Sadələr nitq hissələri ilə ifadə olunur. Mürəkkəblər isə söz birləşmələri ilə ifadə olunur. Sadə və mürəkkəb. Sadəyə aid bir dənə nümunə yazaq bura. Dediyimiz kimi nitq hissələri ilə ifadə olunur. Məsələn, gözəl görünürdü. Necə görünürdü? Bir sözdən ifadə olunub, deməli sadədir. Mürəkkəbə nümunə yazaq. Hamıdan gözəl görünürdü. Burada artıq ismi birləşmə ilə ifadə olunub. Necə görünürdü? Hamıdan gözəl. Bu mürəkkəbdir. İndi zərfliyin hansı məna növləri var? Zərfliyin tərifində də olduğu kimi, yəni zərfliyin tərifi belədir. Hərəkətin icrasının tərzini, zamanını, miqdarını, yerini, səbəbini və məqsədini bildirir. Ona görə də 6 məna növü var. 1. Tərzi hərəkət. 2. Zaman. 3. Yer. 4. Kəmiyyət. Kəmiyyət sözün miqdar sözü ilə də əvəz eləmək olar. Yəni, kəmiyyət zərfliyi də demək olar, miqdar zərfliyi də demək olar. 5. Səbəb. 6. Məqsəd. İndi hər məna növü haqqında ayrı-ayrı izahlar verək. Tərzi hərəkət zərfliyi. Adından da göründüyü kimi hərəkətin tərzi deməkdir. Yəni, hərəkətin nə tərzdə icra olunduğunu bildirir.
Hərəkətin nə tərzdə icra olunduğunu bildirir. Sualları necə, nə cür, təyinin sualları ilə eynidir. Sadəcə olaraq təyindən fərqli olaraq təyin əşyaya aid olur, zərfli isə hərəkətə aid olur. S. Yaxşı, daha nə qeyd edə bilərik? İfadə vasitələri. Zərfliyə aid nümunələr yazaq, həm də ifadə vasitəsini göstərək. Daha doğrusu tərzi hərəkət zərfliyinə aid nümunələr yazırıq və ifadə vasitəsi ilə. Birinci cümlə. Birə yaza bilərik, sırf zərflə ifadə olunsun. Biz dedik, axı, tərzi hərəkət ümumilikdə zərfliyin əsas ifadə vasitəsi ya zərfdir, ya da feili bağlamadır, əsas ifadə vasitəsi. İndi birinci bura zərflə ifadə olunmuş yazaq. Yavaş-yavaş gəlirdilər və yaxud gözəl danışırdı. Necə danışırdı gözəl. Sonra feili bağlama ilə ifadə olunmuş. Feili bağlama ilə həm özü ilə ifadə oluna bilər, həm də tərkibi ilə ifadə oluna bilər. Məsələn, buraya yaza bilərik, qaça-qaça gəldi. Və yaxud yaza bilərik, gülərək uzaqlaşdı. Həm də feili bağlama tərkibi ilə ifadə oluna bilər. Məsələn, yaza bilərik, o əllərini sinəsində çarpazlayaraq söhbətə qulaq asırdı. Söhbətə qulaq asırdı. Sonra tərzi hərəkət zərfliyi əvəzli ilə ifadə oluna bilər, həm sual əvəzliyi ilə, həm işarə əvəzliyi ilə, məsələn, sual əvəzliyi ilə necə görünürdü? İşarə əvəzliyi ilə elə danışma. Necə elə? Sonra yaza bilərik bura ismi birləşmələrlə. Məsələn, yaza bilərik, qəlbi qırıq görünürdü. Sonra qoşmalı sözlər də cümlədə tərzi hərəkət zərfliyi kimi işlənə bilir. Məsələn, sənin kimi gülürdü. Necə gülürdü? Sənin kimi. Sonra yaza bilərik bura qoşmalı birləşməyə nümunə kimi. Quş tək uçurdu.
Təhlil də eləyə bilərik, suallar verə-verə. Məsələn, gəlirdilər, gəlirdilər, necə gəlirdilər? Yavaş-yavaş və yaxud nə tərzdə gəlirdilər? Tərz hərəkət zərfliyinin sualı təyinlə eyni olsa da, tərz hərəkət zərfliyinə həm də nə tərzdə sualın vermək olur. Amma təyinə o sualı vermək olmur. Məsələn, yavaş-yavaş gəlirdilər, necə gəlirdilər, nə tərzdə gəlirdilər? Danışırdı, necə danışırdı, gözəl və yaxud nə tərzdə danışırdı, hansı tərzdə? Fe'li bağlama ilə gəldi, necə gəldi? Qaça-qaça, uzaqlaşdı, necə uzaqlaşdı? Gülərək. Qulaq asırdı, necə qulaq asırdı? Əllərini sinəsində çarpazlayaraq. Bu da fe'li bağlama tərkibidir. Görünürdü, necə görünürdü? Sual əvəzliyidir. Deməli, tərz hərəkət zərfliyini əvəz eləyib. Danışma, necə danışma? Elə danışma. Görünürdü, necə görünürdü? Qəlbi qırıq görünürdü. Gülürdü, necə gülürdü? Sənin kimi. Uçurdu, necə uçurdu? Quş tək uçurdu.